Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve salatu ve selamu ala seyyidina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve alihi Ve la'netullahi ala a'daihim ecma'in minel an ila kıyam yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefqahu kavli. İlk önce mən Hacı qardaşıma, Hacı Adilə, həmçinin bizim gənc ruhani qardaşımıza, tələbə qardaşımıza bu gözəl çıxışlar etdiklərinə görə səmin qəlbdən təşəkkür edirəm. Allah inşallah aqibətlərimizi xeyirli eləsin. Allah Teala ruhanilərin, alimlərin sayını günbəgün bərəkətli eləsin inşallah. Amin. Əhl-i Beytin ayrılmaz və ümdə xüsusiyyətlərindən biri də haqqı heç nə ilə dəyişməməkdir. Haqq əhlini güclü bilməkdir. Əhl-i Beyt heç bir halda, heç bir vəclə haqsız güclünü qalib bilmir. Belə bir sual qoymaq olar. Güclü haqlıdır, yoxsa haqlı güclüdür? İnsanları iki qismə bölmək olar. İnsanların böyük əksəriyyəti təəssüflər olsun, güclünü haqlı bilirlər. Bir də var, yox, haqlı güclüdür. Az da olsa, zəif də olsa, o haqlıdırsa, o güclüdür. Bu iki baxış insanın yarandığı gündən bugünə qədər mövcud olub, olacaq da. Əsas məsələ bundan ibarətdir ki, Əhl-i Beyt baxışı nədən ibarətdir? Qur'anın, Əhl-i Beytin, Allahın, dinin, İslamın baxışı nədən ibarətdir? Elə bilirəm, cavabı çox aydındır. İmam Əli əleyhissalam buyurur, Əyyuhənnəs lə təstəvhişu fi tariqul huda li qillət əhli. Ey insanlar! Haqq əhlinin azlığı sizi vəhşətə salmasın, qorxuya salmasın. Çünki haqq əhli güclüdür. Əyyuhənnəs lə təstəvhişu fi tariqil huda li qillət əhli fə innənnəs qəd iştəməv alə maidətin şiba'uha qasirun və cu'uha tavil. Haqq əhlinin azlığı sizi qorxutmasın. Çünki insanlar elə bir süfrədə oturublar ki, onun toxluğu azdır, aclığı çox olacaq. Elə bilirlər ki, bunlar toxdular. Elə bilirlər ki, bunlar o Kövsər suyuna, o cənnət suyuna əl tapıblar. Xoşbəxt olublar. Yox, bunların bu aramlığı, rahatlığı, bu toxluğu müvəqqətidir. Bunlar bunu başa düşmürlər. Bu əsas məsələlərdən biridir. Bir var, biz nəzəri olaraq deyək ki, haqq əhli güclüdür. Bütün müsəlmanlar, Quranı oxuyanlar bunu nəzəri olaraq qəbul edirlər. Haqq əhli güclüdür. Amma əmələ gələndə böyük əksəriyyəti güclünü haqlı bilirlər. Niyə bəziləri bugün Fələstində baş verən o bənzərsiz cinayəti doğru qiymətləndirmirlər? Niyə o cinayətkarlara öz adlarını vermək istəmirlər? Niyə o məzlum xalqın yanında durmaq istəmirlər? Ona görə ki, onlar güclünü haqlı bilirlər. Niyə biz Əli balaları, Əhl-i Beyt yolunun davamçıları deyirik ki, məzlumun yanında olmalısan? Kunaril zalimi xasmən və lil məzlumi avuna. Həzrət Əli əleyhissalam
son vəsiyyətində dedi İmam Həsən ağaya, İmam Hüseyin ağaya. Zalimla düşmən, məzlumla dost ola, məzluma arxaq ol. Çünki haqq əhli Allahladır. Allah haqq əhli ilədir. Onun azlığından, çoxluğundan asılı olmayaraq. Sayının azlığından, çoxluğundan asılı olmayaraq. O haqqın gizli, aşkar olmasından asılı olmayaraq. Nəzəri olaraq böyük əksəriyyətimiz bu tərəfdəyik. Amma əməldə təəssüflər olsun, sayımız azalır. Belə bir elmi məsələ vardır. Hədəf vasitəyə bəraət qazandırır ya yox. Hədəfim alidir. Hədəfim dinə kömək etməkdir. Hədəfim məscid tikməkdir. Hədəfim körpü salmaqdır. Məktəb inşa etməkdir. Həccə getməkdir. Kasıblara kömək etməkdir. Yüzlər belə misal çəkə bilərəm. Hədəfim alidir, müqəddəsdir. Amma vasitəm isə düzgün vasitə seçməmişim, yol seçməmişəm. Bir sadə misal çəkim, sonra dərinə keçəcəm. Bir nəfər oğurluq eləyirdi, sonra onu gedib ehsan verirdi. Onun bunun malından oğurluq eləyirdi, gəlib onu paylayırdı. İmam Sadiq ağaya bu barədə xəbər çatdı. Dedi, belə bir şəxs var. Dedilər, belə bir şəxs var. Bu oğurluq eləyir, amma oğurladığını kasıblara verir. Bu düzdür, yox. Ağa buyurdu, yox. Bu düz deyil. İndi bu hədis müxtəlif formalarda gəlir. O adamla danışanda o adam da Qurana istinad edirdi. Dedi, indi imamla baxın, görün bəziləri var, imama dəlil gətirir, subut gətirir Quran-ı Kərimdən. Dedi, Quran deyir, mən cəa bil həsənət fələhu əşrə amsalihə. Bir pis iş, yaxşı iş görsün, 10 bərabəri var. Dedi, bəli. Dedi, bir pis iş görsün demir, bir cəzası var. Dedi, bəli. Dedi, mən bir pis iş görürəm, onu verirəm, yaxşı iş olur, 10 dənə savab. Bir günahım var, 9 savabım var. Bunun baxışı da buydu. İmam dedi, yox. Bu düz deyil, bunun cavabı qalsın ayrı vaxtda uzun məsələdir. Məqsədi yaxşıdır. Kasıblara kömək eləyir, amma oğurluq eləyir. Əhl-i Beyt məktəbinə əsasən, Quranın buyurduqlarına istinadən bu düz deyildir. Sənin vasitən də doğru olmalıdır. Hədəfin əgər başdırsa. Tarixə baxanda biz, Qurana nəzər salanda görürük ki, tarixdə elə insanlar olub ki, onlar öz qarşılarına bəziləri saxta hədəf qoyublar. Həqiqətən də heç onların məqsədi də yaxşılıq olmayıb, amma belə yaxşı göstərməyə çalışıblar. Amma yolları düz olmayıb. Yusuf Peyğəmbərin qardaşları nə deyirdilər? Uqtulu Yusufu avetrahu ardan yəxullakum vəcabikum. Öldürün Yusufu ya da uzaq bir yerə aparın, atın. Atamız bizi sevsin. Sonra deyir olacaq salih bir insan. Tövbə eləyərik. Sonra tövbə eləyərik. Bunlar məqsədlərinə qoymuşlar, ataları bunları sevsin. Burada məqsədləri də batildir. Ataları bunları sevsin. İndi bu yaxşı bir şeydir. Adamın atası adamı sevsin. Valideynin məhəbbəti uşağa çox yaxşı, məsələn, daha dərin olsun. Daha diqqəti artsın. Bu yaxşı şeydir. Amma vasitə düzgün seçməyibsiniz. Dərs oxu günah, yaxşı iş gör günah, atanın qulluğunda dur günah, validinə xidmət elə, sənə məhəbbəti olsun. Sən Yusufu quyuya atırsan ki, atan səni sevsin. Bu gün də bu var, ha, bu davam edir. Görürük ki, biri qabaqda gedir. İki yol var da, biri qabaqda gedirsə, qardaşım,
Mən də ondan ilham alım. Mən də yaxşı işlərdə və fi zəlikə fəliyətənəfəsil mütənəfisun. Quran deyir ki, yaxşı işlərdə rəqabət eləyin. Mən də yaxşı işlərdə rəqabətə başladım. Gördüm, o məscid tikdi, mən də bir Hüseynə tikirəm. O məktəb tikdi, mən də bir elmi ocaq tikirəm. O bir yaxşı iş gördüm, Allaha xatir mən də bu yolda hərəkət eləyirəm. Bir yol budur. Bu oxuyub, yaxşı alim olub, mən də gedib oxuyayım ki, mən də yaxşı bir alim olub, xidmət edeyim, özümü islah edeyim, cəmiyyəni də islah edeyim. İkinci yol budur ki, yox, mən saxtakarlıq eləmək istəyirəm. Mən o yolu getmək istəmirəm, o yaxşı işi görmək istəmirəm, elm oxumaq istəmirəm, başlayıram, onu nə eləyim, nüfuzda salım. Bir mömindir, cəmiyyətdə hörmət sahibidir. İndi öz yaxşı əməllərinə görə mən də yaxşı olum ki, o hörməti qazanım da. Yox, onu hörmətdən salım. Mən hörmətə mindirim özümü. 2 yol oldu. Qardaşım, sən istəyirdinsə, Yaqub Peyğəmbər səni sevsin, Yusufun qardaşları Peyğəmbər sizə öz diqqətini daha da artırsın. Yolu bu deyil ki, sən Yusufu götürəsən, quyuya atasan. Bugün də belədir. Çalışırıq, öz rəqib gördüklərimizi quyuya ataq. Müxtəlif adlarla, müxtəlif yollarla. Siz həyatda bunu çox görürsünüz. Mən demək istəyirəm, Quran demək istəyir. Mənim dediyim Qurana istinadən. Əhl-i-Beyt demək istəyir ki, heç zaman siz öz hədəfinizə günahla çata bilməyəcəksiniz. Heç kim çata bilməyəcək. İmam Hüseyin ağa deyir ki, mən havvələ əmrən bi məsiyyətillah. Diqqətlə qulaq asın. Hər kəs günahla məqsədinə çatmaq istəsə, əffətə limə yərcu və əsra limə yəxzar. Qoyduğu hədəf əlindən çıxacaq. Qoyduğu hədəfə çata bilməyəcək. Və o şeydən ki, qaçırdı, o şeyi ki, istəmirdi, o, onun qarşısına çıxacaq. Məsələn, kimisə abrını aparırdın, özün hörmət sahibi olasan, istəyir onu zəlil eləyəsən, özünü əziz eləyəsən, Allah səni zəlil eləyər, o adamı əziz eləyər, əgər o qaydaları riayət eləsin. Yusuf Peyğəmbər simasına bax. İndi Yusuf Peyğəmbərin məsələsi çox böyük bir məsələdir. Onun izzəti də böyüdür. Onun məqamı da böyüdür. Onlar istəyirdilər Yusufu zəlil eləsinlər. Özləri əziz olsunlar. Allah nə elədi? Allah deyir, sən əziz olmaq istəyirdin. Amma yolun düz seçməmişdin. Mən sənə o hissi vermişəm. Allah insanı belə yaradıb, kəramətli yaradıb. Kəramətli də olmaq istəyir. Amma yol nədir? Hansı yolla gedirsən? Bu elmə məhəbbət, alimə sevgi bizdə Allah qoyub da. Allah bizdə o hissləri qoyub ki, biz düzgün yolla ona çataq. Biz fərqlənmək istəyirik camiyyədə. Allah bizi belə yaratıb. Amma bir doğru yol var, bir də saxta yol var. Sən fərqlənmək istəmirsən, onun yolu ilə fərqlən də. İstəyirsən, cəmiyyət sənə alim kimi baxsın, həqiqətən də alim ol. İstəyirsən, xeyrxah insan kimi görünəsən, həqiqətən də xeyrxah ol. Niyə saxtakarlıq eləyirsən? Gedirsən, özünü alim kimi göstərirsən. Alim deyilsən, alim onu demirlər, təkcə kitab oxuya bilir, elmi var. Yox, onun əməli də olsun gərək. İnnəmə yaxşallah min ibadi əl-uləmə. Alimlər Allahdan qorxar. Yəni, müəllimin bir xəşiyyəti olar. Əziz olmaq istəyirdin, yolu ilə əziz ol. Yox, əziz olmaq istəyirsən, o qarşı tərəfi zəlil etməklə çatmayacaqsan. O izzət aradan gedəcək, o zillət onun yerini tutacaq. Ticarət yoldaşı, qardaşını, ticarətini dayandırmaq istəyirdin. İstəyirsən ona mane olasan. İstəyirsən ona problem yaradasan, özün imkanları əldə eləyəsən. Müvəqqəti də ola bilər nəsə əldə eləyəsən.
Amma nəticədə məğlub olacaqsan. Məğlub olacaqsan. Siz müqayisə edin həyatda bütün məsələlərlə belə. Xüsusilə möminə gələndə mən hafara bi'ran li axihil mu'min avqahullah. Hər kəs mömin qardaşı üçün quyu qazsa, Allah onu quyuya salar. Bu hədisidir. Ayəsini sizə deyim. Və la yahiqu məkru seyyu illa bi əhli. Kim məkr eləyərsə, hilə edərsə, o özünə qaydar. İndi bu məkirlərimiz, cinayətlərimiz bəzən sükut formasında olur. Sakit durursan ki, filan kəsin qoyabını aparsınlar. Haqqı demirsən. Bəzən həqiqətən də hərəkətə keçirsən. Filan kəsə mane olursan. Bəzən özün eləmirsən, düşmənə dəstək verirsən. Mən sizə bir neçə misal göstərim Qur'an-ı Kərimdən, İslam tarixindən. Görün Allah nədir? Allah deyir, hər kəs düşünürsə ki, haqsız yolla hədəfinə çatacaq, o İslamı başa düşməyib, o Əhl-i-Beyti anlamayıb. Xanım Zəhra salamullahi aleyh, Həzrət Əli, İmam Hüseyin ağamız, Kərbalada tək qalanda, ya xanım Zəhra, o meydanda tək qalanda, Həzrət Əli, düşmənlərlə yar ənsazsız qalanda fəydən nəzərtu fəleysə li mu'inun illə əhl-i beyti deyir. Baxdım, gördüm, Əhl-i Beytdən başqa kim yoxdur. Onlar o yolda niyə axıra qədər sabit qədəm qaldılar? Nəyə inanırdılar? Kərbalada ki, hamı şəhid olmuşdu. İmam Hüseyin ağaydı, tək tənha bir xanım Zeynəbi vardı, bir də İmam Zeynul Abidini. Nə kamera vardı, nə jurnalist vardı, nə bugünkü informasiya vasitələri var idi. Yazanlar da əksəriyyəti düşmən tərəfidir. Bu necə gəldi bizə çatdı? Orada ağanın ümidi nəyə idi? Ağa nəyə inanırdı? Onun qələbəyə olan o inamı hardan qaynaqlanırdı? O Allah'a iman gətirmişdi. İmam Allah'ı tanıyırdı. Bilir ki, haqq qalibdir. Salavat gelin Peyğəmbər və Ali Peyğəmbər. Allahümme salli ala Muhammed ve ali Muhammed ve acil feracı. Əli əleyhissalam xilafətə gələndən sonra Müsəlman ölkəsinin müxtəlif vilayətlərindən ağanın qabuluna gəlirdilər Kufəyə. Ağa da onlara xutbə oxuyurdu, onların suallarına cavab verirdi. Siz ziyarətə gedibsiniz, Kufə məscidini ziyarət edibsiniz. Bilirsiniz, orada yerlər var, namazlar qılıbsınız orada. Ağa qonaqları qəbul edirdi, onlar suallar verirdi. Hamı qədirxunda olmamışdı. Ruhban, hədis-i ruhbə var. Əli əleyhissalam orada yığmışdı müsəlmanları, qonaqları ki gəlmişdilər, onlara Qədirxumdan danışırdı. Qədirxumda olan sahabələr də orada var idi. Barra ibn Azib kimi, Ənəs ibn Malik kimi, Zeyd ibn Ərqəm kimi və digərləri. Bütün mötəbər mənbələr nəql edir ki, Əli əleyhissalam dedi, durun şəhadət verin. Kim Qədirxumda Peyğəmbərin dilindən bu hədisi eşidib, Qədirxum hədisini, dursun şəhadət versin. Məcmə'uz Zəvahiddə Heysəmi nəql edir, deyir, və isnadu həsənun. Bunun isnadı da həsəndir. Yəni sənədləri həsəndir. İmam Əleyhisselam buyurdu, Ənə Aliyyən cəmə'ən nəsə fi rəhbə. Rəhbədə cəmatı yığmışdı, indi qonaqlar gəlmişdi, sahabələr də orada var idi. Küfədə olan sahabələrdən də var idi, küfəlilər. Fəqalə
və ənə şahidun. Cəma'ən nas fir rəhbə. Ravidir, mən də şahidim. Fəqalə uşhidullah. Rəculən səmi'a Rasulallahu yəqul. Mən sizi şahid gətirirəm. Kim Qədirxumda Peyğəmbərdən mən kuntu mavla fəaliyyu mavla hədisini eşidib. Qonaqlar da gəlib, sahabələr də var içində. Küfəlilərin özündən də var. Dedi, dursun şahadət versin. Fəqama 18 rəculə. 12 nəfər durdu, yəni 12 sahabə Qədirxumda olan şahadət verdi. Fəşəhidu ənəhum səmi'un nəbi sallallahu aleyhi və alihi yəqulu zəlik. Şahadət verdilər ki, Peyğəmbər Qədirxumda mən kuntu mavla fəhəzə aliyyum mavla hədisini oxudu və xütbə oxudu. Xütbəsi də uzundur. Eşidibsiniz. Burada bir neçə nəfər özü çox mühüm adamlar idilər. Şahadət vermədilər. Onlardan biri Ənəs ibn Malik idi. Ənəs ibn Malik Peyğəmbərin xidmətçisi olub. Xidmət edib Peyğəmbərə. Onun elə o xidmət dövründə Əli əleyhissalama baxışı, Əli əleyhissalama digərlərinə baxışı fərqlənirdi. Mən dəfələrlə görmüşəm ki, o fərqi orada göstərib. Xüsusilə hadis-ı tayr var. Peyğəmbərə bir quş gətirdilər, toyuq gətirdilər. Dedilər, Peyğəmbər bunu sənə göndəriblər, sən bunu yeməlisən, sən yeginən. Sənin üçün hədiyyədir. Peyğəmbər dedi, Allahdan istəyim budur. Onun üçün ən əziz adam kimdirsə, gəlsin o da məndən bu quşdan, bu toyuqdan yesin. Bu, bütün əhl-i-sünnə mənbələrində gəlib. Qapı döyüldü, Ənəs getdi qapıya, gördü Həzrət Əlidir, qayıtdı. Demədi, gəl içəri. Yenə də Peyğəmbər dua elədi. İkinci dəfə də Həzrət Əli gəldi. Üçüncü dəfə də Peyğəmbər dedi, qapını aç, Həzrət Əli gəlsin içəri. Bu hədis məşhur hədisdir. Orada da Ənəs o həqiqəti gizlətmək istəyirdi. Peyğəmbər də bütün hallarda insanları imtihan edib. Sən deyin, Peyğəmbərin bütün dediklərinə, rəftarına diqqətlə baxın. Peyğəmbər insanları həm imtihan edirdi, həm də insanları tanıtdırırdı. Ay cəmaat, bilin ha, kim kimdir? Mənim mövqeyim nədən ibarətdir? İmam Əleyhisselam dedi ki, Ya Ənəs, in kunta semi'te Rasulallah yəqul, mən kuntu mavla fədə aliyyum mavla. Eşitməyibsən, bunu sən Qədirxumda Peyğəmbər dedi, mən kuntu mavla fədə aliyyum mavla. Ənəs dedi, fəkəbirtu və nəsid. Biraz qocalmışam, unutmuşam, yadımda deyil. Dedi, yadımda deyil. Fələ əmətəkəllah həttə yəbtəliyəkə bi barasin la taxtihil əmmamə. Dedi, hədisdə gəlib əvvəlində, əgər düz danışırsansa, yəni həqiqətən qocalıbsansa, bilmirsənsə, işim yox. Əgər yox, yalan danışırsansa, Allah sənə bir xəstəlik versin. Bəras xəstəliyi keçmişdə olub. Bədən ağarırdı, bəras xəstəliyində. Dəri tökülürdü. Dedi, sənə elə bir bəras sənə xəstəliyi sənə düçar eləsin ki, ağarsın sənin o sifətin, elə ağarsın, amma mən də qoysun, onu itirə bilməyəsən. Onu gizlədə bilməyəsən. İndi görün, əhl-i sünnə alimləri nə deyir? Deyir ki, əhl-i sünnədən İbn Qüteybə deyir, Kənə bivacihi barasun. Onun üzündə o bəras xəstəliyi tapıldı. Və zəlikə qavmə
qavmun ənə Aliyyən sə'ələhu ən qavli Rasulillah sallallahu aleyhi və aleyhi və səlləm ən kuntu mevla fazı Aliyyün fəqalə ənəs kəbirtu və nəsitu. İmam Əli aleyhissalam ondan soruşdu, Qədirxumda olmuşsan, eşitmişsən bunu? Dedi, qocalmışam və yadımda deyil. Deyir, bu xəstəlik ondan sonra deyir, onda tapıldı, o şəhadət vermədi. Fəqalə Aliyyün in kunta kədibən fədarabəkəllah bi beydaə la tuvarihəl ammamə. İbn-i Qüteybə deyir ki, Əli əleyhissalam ona qarğış elədi. Dedi, sən əgər yalan danışırsansa, Allah bu xəstəliyi sənə düçar eləsin. İbn-i Qüteybə deyir ki, bu ondan sonra baş verib. Zəhəbi bunların təəssübkeş alimlərindən də deyir ki, qalə kənə Ənəs İbn Malik abras və bihi vuduhun şədid. Bərəs xəstəliyinə düçar olmuşdu. Özü də çox şiddətli formada. Digər alimləri də bu barədə Əbu Nəim İsfahani deyir, fəqamu kulluhum fəqal Allahümmə nəam. Hamı durdu, deyir, şəhadət verdi. Ənəs şəhadət vermədi. Əli əleyhissalam dedi, niyə şəhadət? Mə mənəkə ən təqum? Niyə durub şəhadət vermirsən? Qalə ya əmirəl müminin kəbirtu və nəsitu. Böyüm, qocalmışam, unutmuşam. Əli əleyhissalam dedi, Allahümmə in kənə kədbən fədribhu bi bəlain həsən. Allah, əgər bu yalan danışırsa, ona bəla düşər. Əli əleyhissalam heç vaxt şəxsi məsələsində qarğış eləməyib. Şəxsi məsələsində. Bu ümmətin məsələsidir. Sən durub vilayətə, imamətə şəhadət vermirsənsə, insanlara azdırırsansa, Allah sənin bəlavı versin, necə ki, verdi. Deyir, elə o xəstəliyi ilə də öldü, getdi. Bəzən hədəfə çatmaq üçün sükut edirsən, haqqı demirsən. Bəzən hədəfə çatmaq üçün qardaşını quyuya atırsan. Bəzən hədəfə çatmaq üçün yalan danışırsan. İstəmirəm uzun-uzadı eləyim. Əhl-i beytin yolu bundan ibarətdir. Əhl-i beytin xətti bundan ibarətdir ki, hədəfə çatmaq üçün doğru vasitələrdən istifadə etmək lazımdır. Niyə Əli əleyhissalam Əmr-iAsı bir qılıncla vurub məhv edə bilərdi? Tarixi məcrasını dəyişə bilərdi, amma onu etmədi. Yadınıza gəlir də, Əli əleyhissalam Əmr-i Asa hücum eylədi, o da mindi ata qaçırdı, İmam əleyhissalam gəlib çatdı, atdan saldı onu, o başladı o hayasızlıq eləməyə, soyunmağa. İmam əleyhissalam özünü başqa səmtə tutdu, keçdi ondan. Hətta Muaviyyə ona gülür, deyir, o halda necə bu sənin ağlıva gəldi, deyir. Nətər sənin ağlıva gəldi, deyir. Burada çox incə məqamlar var. Birincisi, bu məlun da bilirmiş ki, Əli əleyhissalam nə qədər təqvalı insandır. Nə qədər Allaha bağlı olan bir şəxsiyyətdir. O da bilirmiş. Və o dərəcədə bilirmiş. İkincisi, Əli əleyhissalam hədəfə çatmaq üçün. Hətta elə məqamda da batildən istifadə eləmir. Batil yoldan nəticə almır. İndi görün, baxın, biz İmam Əli əleyhissalam şiəsi adı altında nə qədər hədəflərimizə çatmaq üçün ayrı-ayrı yollardan istifadə edirik. Əhl-Beytə yaxın olan insanlar nə qədər yaxınlaşsın, o qədər gəl diqqətli olasın. Mən demirəm, kim belə eləsə, hökmə kafir olub, yox, günahdır, səhvdir. Amma Əhl-Beytə yaxınlaşmaq istəyirsənsə, Əhl-Beyt yolunda davam etmək istəyirsənsə, qabağa getmək istəyirsənsə, gərək bu məsələlərdə çox diqqətli olasan. Allah Yusufu apardı. Və qaləllədi iştərahu min Misrə li-imrati əkrimi məsvah. Apardı hara? İzzətli elədi. Əziz Misrin arvadı dedi ki, Əziz Misr yoldaşına dedi ki, bunu əziz saxla canım. Əsən yənfa'ana əv nəttəxidəhu vələdə. Ya bizə övlad olar, ya da başqa bir faydası olar. Mən sizə bir şey də deyim, söhbətmə ilkin vurum, çox yormayayım sizi. Həzrəti Yusuf qardaşları tərəfindən o haqsızlığa məruz qaldı. Kiçik qardaş idi. Quyuya atdılar, o cinayətləri etdilər. Allah Taala hələ Yusufu quyuya düşməmiş, o hadisələr baş verməmiş Yusufu xilas etmişdi.
Allah tədbirini əvvəldən tökmüşdür. Bəzən belə düşünürük ki, hə indi mən bu problem yaranıb, Allahın işi gücü yoxdur, indi mənim dalımca düşəcək, məni xilas eləyəcək, mənə kömək eləyəcək. Elə bilir ki, problem çıxır, Allah ondan sonra başlayır. Yox, Allah ondan qabaq sənin tədbirini tökür. Yusuf Peyğəmbər quyuya düşməmiş, o bəlalar başına gəlməmiş, əziz-i Misrə övlad vermədi, uşaq vermədi ki, Yusufu özü üçün övlad götürsünlər. O problemi əvvəldən fikirləşib. Musa Peyğəmbər Allah haçan xilas eylədi? O hələ dünyaya gəlməmiş. Dünyaya gəlməmiş Firona uşaq vermədi. Firona uşaq versəydi, onun yolda tışı da deməzdi ki, qalət imratu Firavna qurratu aynin li və lək asan yanfa'an annəttəqidə və lək. Nə gözəl uşaqdır. Bunu saxlaya bizim üçün uşaq olsun da. Bizim evladımız yoxdur. Övladı olsaydı onu deməzdi ki, düzdür Allahın əlindədir hər şey. Allah da səbəblərlə eləyir bunu. Hələ Musa dünyaya gəlməmiş, Musanın problemini həll eləyib. Özdə ki, harada? O yerdə ki, onu axtarırlar. Musa Peyğəmbər Firona etiraz eləyəndə dedi, mən sənə görə nə qədər uşaq öldürmüşəm, sən mənim evimdə böyüyübsən, mən səni böyütmüşəm. Gör Allah nə eləyir? Sən kimsən, hə, İslamın qabağını alasan? Sən kimsən ki, Allahın qabağında durasan? Həzrət Musa doğulmamış, onun tədbirini tökdü. Həzrət Yusuf Peyğəmbər o quyuya düşməmiş, Allah onun problemini həll etmişdi. Amma imtihandır. Sən də dözməlisən. Ona görə də təvəkkülün Allaha olsun, batil yollara əl atma. O batil yolla gedir. Düşmən batil yollara əl atır. Sən Allahın ipindən yapış, Allahın yolundan yapış, batil vasitələrə əl atma, gör Allah sənə kömək eləyir ya yox. Gör səni əziz eləyir ya yox. Kərbəlanın da, xanım Zəhranın şəhadətinin də, Həzrət Əlinin mövqeyi də, bütün əhl-i beytimizin xətti bundan ibarətdir ki, haqsansa, sən güclüsən. Haqlısansa, sən qalibsən. Və haqlı olan batillərə əl atmaz. Batil yollardan istifadə etməz. Yox, əgər batilsənsə, tərəfdarın da olsa, ətrafın da olsa, pulun da olsa, paran da olsa, müvəqqətidir. Məğlub olacaqsan. Bu, Əhl-i Beytin mesajıdır. Ona görə də xanım Zəhra salamullah aleyha bilirdi ki, zahirən az da olsa, zahirən tərəfdarlarımız məhdud da olsa, haqqıq qələbə çalarıq. Mən Muaviyyənin o qəbri üstünə gedmişəm. Düzdür, o birisilər gedib Peyğəmbəri yanında özlərini gizlədiblər. Amma onlar da başqa bir yerdə olsaydı elə olardılar. Muaviyyənin qəbrini bilirsiniz, deyiləsi deyil. Amma Həzrət Əlinin qəbrini görün. Bunlar da öz yerində. Həzrət Əlinin tərəfdarlarına baxın, bunların da tərəfdarlarına baxın. Heç kim deyə bilməz ki, Həzrət Əli düz deyil. Hətta onlar ki, qəlbən düz bilmirlər Həzrət Əlini. O qədər Allah onu əziz eləyib. Peyğəmbər dedi, la yuhibbuke illa mu'minun və la yubghiduke illa munafiqun. Səni təkcə mömin sevər. Bunu daha bütün dünya müsəlmanları bilir ki, demək olmaz Həzrət Əlini sevmirəm. Allah elə eləyib ki, kimsə hətta o təəssübkeşlərdən, Əli düşmənlərindən desə, mən Əlini sevmirəm, deyəcəm münafiqsən. İbn Teymiyyə ki, bu vahhabilərin ağasıdır, atasıdır, ona münafiq deyirlər. Əhl-i sünnənin bir qismi alimləri. Deyirlər, çünki o Əlini sevmirdi. Allah elə əziz eləyib ki, hətta bunlar da deyə bilməzlər, biz Həzrət Əlini sevmirik. Məcburdur deyərlər, sevirik. Kim eləyib əziz? Allah eləyib. İzzət Həzrət Əliyə verir. Ya xanım Zəhraya. Kim deyə bilər, mən xanım Zəhranı sevmirəm. Onlar niyə gizlədirlər? Yox, filan kəs bu cinayəti eləməyib. Məcburdular gizlədələr. Əgər onu aça bilsəydilər, eləyib, yaxşı da eləyib. İmad Əl-Esam var, mənim elm işimin rəhbəri olub. O danışırı sosial şəbəkələr görürsünüz. O mənə dedi, biz Vahhabi olan dövründə dedik ki, düz eləyiblər. Yaxşı eləyiblər. Biz açıq deyə bilmirdik.
Sonra olur Əhl-i Beyt tərəfdarı Şiə olur. Allah o qədər izzət verib Əhl-i Beytə. Görün, bugün dünya məzlumları millətindən, dinindən, qitəsindən asılı olmayaraq bugün İmam Hüseynin şüarlarını verirlər. Müxtəlif dillərdə. Bəziləri heç başa düşmür də. Amma zalıma, zülmə qarşı qalxıblar. Bu Kərbəla məktəbinin təsirləridir. Bu Xanım Zəhra məktəbinin təsirləridir. Və kim bu yolda qalarsa, o özünü xilas eləyər. Bu dini xilas eləyən Allahdır. Bu dinin başında Allah durur. Mən özümü xilas eləyə bilərəm. Biz bu yoldayıqsa, bu xəttəyiksə, özümüzü, ailəmizi xilas eləyə bilərik. Özümüz qazanırıq. Bu dinin sahibi Allahdır. Əhl-i Beytin baxışı bundan ibarətdir. Xətti bundan ibarətdir ki, azlığa baxmayın və qarşı tərəfin sayının çoxluğuna da baxmayın. Haqsansa qalibsən. La tastafhashu fi tariqil huda liqillati ahli. Haqq əhlinin azlığı ilə siz vəhşətə düşməyin. Azsızsa, haqlısızsa qalibsizsiniz. Bu Əhl-i Beytin yoludur, bu Əhl-i Beytin xəttidir. Mən buna görə bugün bu xütbəni bu mövzuda qurdum ki, bu bizim beynimizə oturmalıdır. Azlıq məğlubiyyət əlaməti deyil. Haqsansa azlığa baxma, qalib sənsən. Vallahu qalibun ala əmrihi və lakinə əksərən nəsi la ya'lemun. Allah Yusuf Peyğəmbərin barəsində deyir, biz dedik, Əziz Misrin vasitəsilə dedi ki, əkrimi məsva, əsən yənfa'na minəttəxizəhu vələdən. Yusufu əziz saxla, o bizim üçün övlad olar ya da başqa faydası olar. Sonra Allah baxına deyir, kədəlikə məkkənnələ Yusufa fil ard. Biz belə Yusufun yerini etdik. Deyir, və kədəlikə məkkənna, biz onu ona verdik. Biz o şəraiti ona qoyurdu. Və lakin əksərən nasıl ayalım. Vallahu qalibun ala əmrihi. Allah öz işlərində qalibdir. Amma insanların əksəriyyəti bilmir. Sonra ayənin davamında Məkkənnə filəd və linualliməhu min təvillə hadis. O elmi də biz ona öyrətdik. Biz işimizi bilirik. Biz öz işlərimizdə qalibik. İnsanların əksəriyyəti bilmir. Biz gərək bunu bilək. Haqsansa, Allahlansa qalibsən, yoxsa Allah eləməsin. Batilsənsə, sayın hesabına baxma, silahın çoxluğuna baxma. Məğlubsan, bugünkü o zalimlar da məğlub olacaqlar. Allah bir möhlətdir verib, Allah Teala bu imtihana salıb, haqq əhlində, batil əhlində, haqq əhlin necə indiyə qədər dirənmişik, az idik, çoxalmışıq, zəif idik, güclü olmuşuq. Bugün dünya məzlumlarının ilham mənbəyinə çevrilmişik. Bunlar hamısı qayıdır Əhl-i Beytin o məzlumiyyətinə, Əhl-i Beytin o haqqaniyyətinə, Əhl-i Beytin o sarsılmaz baxışına. Azlıq heç vaxt bizi mövqeyimizdən çəkindirməz və bizi zalimların zülmünü, zalimların rəhbərliyini qəbul etməyə vadar etməz. Allah inşallah bizim aqibətimizi xeyirli eyləsin. Allahım sənə and verəm izzət və cəlal və Əhl-i Beytin hörmətinə aqibətimizi, axirətimizi xeyirli eylə yinə. İmanımızı, ixlasımızı kamil eylə yinə. Allahım bu amin deyən dilləri lal öldürmə yinə. Allahım həbsdə olan bacı qardaşlarımızı izzətlə azad eylə yinə. Allahım sənə and verəm izzət və cəlal və Əhl-i Beytin hörmətinə. Bu cəmin hacətləri vardır. Ana bacılarımızın, qardaşlarımızın qəlblərində istəyirlər vardır. Allahım qəlblərdən sən agahsan. İstəklərini rəva elə ginən. Övladı olmayanlara övlad bəxş elə ginən. Xəstəsi olanlara Əhl-i Beyt əli ilə şəfa inayət elə ginən. Evi olmayanlara ev bəxş elə ginən. Allahım sənə and verəm izzəti və cəlal və Əhl-i Beytin hörmətinə. Ruzilərimizi halal, bol eylə ginən. Allahım sənə and verəm izzəti və cəlal və Əhl-i Beytin hörmətinə. Dünya məzlumlarını Suriyada, İraqda, Livanda, digər yerlərdə zalimlar üzərində qalib eylə ginən. Allahım sənə and verəm izzət və cəlal və Əhl-i Beytin hörmətinə. Alimlərimizi, müştəhidlərimizi, din xadimlərimizi pənahında hifz eylə ginən. Ağanın zorunu təcil eylə ginən. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.